Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədə hakimiyyətini gücləndirəndən sonra ətraf qəbilələrdən əhdi pozanlara qarşı yürüş eləyir. Xeybərə, Bəni Müstələqə, Bəni Nəzirə hücum eləyir. Yəni, zahirən onlar dayanmışdılar yerlərində. Peyğəmbər görürdü ki, bunlar işpozanlıq eləyirlər, münafiqlik eləyirlər, bəli. Əhdi pozdular, hücum eləyir, sürgün eləyir onları. Xeybərdən, hətta bəziləri də Şamatda idi. Əsirlər gətirəndə onların içindən gətirdilər yanıq vermək üçün, əzab vermək üçün. Həmin Peyğəmbər baxa-baxa Həzrəti Süməyyə salamullah əleyhanı Əmmar Yasirin gözünün qabağında faciəvi şəkildə şəhid eləyirlər. Deyir, ya Əmmar, səbirli ol. Gücü yox idi, Peyğəmbər deyildi, qüvvə-i rəhmaniyyəsi yox idi. Amma orada lazım deyildi. Və yaxud Xeybərin qapısını kim qapardı? Əli əleyhissalam. Günlərin bir gün Əli əleyhissalamın bir dənə xütbəsi olub ki, özü oxumayıb, Ümmühanın oğluna verib desin oxumağa, bacısının oğluna. O da dedi, taqətim yoxdur oxumağa. Çünki dözə bilmirəm müsəlmanların belə laqeydliyinə. Ki, bir Yəhudi xanımın ayağından qızıl halqanı Müaviyyənin əskərləri qopardıb və heç kəs müdafiə eləməyib. Yaxşı. Bir Yəhudi xanımın ayağından qoparılan halqa üçün deyir, adam ölsə yeri var, evini yandırırlar, dillənmir. Gecə gündüz deyirdi, əstəğfirullah, əstəğfirullah, Allahümmə əğfirliyə kulli zəmmin ədnəbduq və kulli xətiyyətin əqdəduha. İlahi, nə günah eləmişəm bağışda. Tövbə, tövbə dalayıca, istiğfar, istiğfar dalayıca. Xəvariz yalvardı bir dəfə deyilən əstəğfirullah, dedi, yox. Bura ora deyil. İmamlar həm o dövrün siyasətinə, ictimai münasibətlərinə uyğun hər şeyi bilirlər, nəyinə vaxt eləmək lazımdır. Həm imamət elmi ilə bilirlər, nəyinə vaxt eləmək lazımdır. Və imamların imamət elmi ilə bir dənə söz deyim. O alimlərdən biri çox gözəl deyir. Deyir, bircə hürrün tövbəsinə görə belə Aşuranı yaşamağa dəyərdi. Bir nəfəri Yezid qoşunun sərkərdəsini bu adam Yezidin cəhənnəmindən çıxartdı. Bu dəyərdir bu hadisiyə. Hələ biz bir nəfəri deyilik. O ayənin də barəsində və suqunahı ilə bəylətin məyyitin. Bu ayənin də təfsirində İmam Sadiq əleyhissalam deyir ki, abad elədir. Bir vilayətə 40 il rəhmət yağışı yağa, sən bir nəfəri hidayət eləyəsən. Sən o bir nəfəri hidayət eləmən,